Azərbaycan Milli Konservatoriyası və Huma Quşu Təhsilə Yardım Fondunun birgə təşkilatçılığı ilə Gəl Səndən Danışaq Humay adlı xatirə axşamı keçirilib. Tədbir zəngin mənəvi dünyası, yüksək intellekti və xeyirxahlığı ilə yadda qalan Humay Quliyevanın xatirəsinə həsr olunub. Qısa, lakin mənalı ömrünü dünyanın müxtəlif ölkələrində ehtiyacı olan uşaqlara yardım etməyə həsr edən Humay Quliyevanın həyat yolu və fəaliyyəti tədbirdə xüsusi ehtiramla yad edilib. Bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, vaxtilə Qırmızı Xaç Beynəlxalq Təşkilatının əməkdaşı olan Humay Quliyeva haqqında, onun vətənpərvərliyi haqqında, onun geniş fəaliyyəti haqqında, həm də onun şəxsi keyfiyyətləri haqqında, yəni ki, onun o mərhəmətli, şəfqətli, insanlara diqqətli, bax bu şəxsi keyfiyyətləri haqqında geniş məlumat verməkdir. Düşünürəm ki, belə tipli tədbirlərin keçirilməsi bizim gəncliyin vətənpərvərlik ruhunda, tərbiyəsində, yetişdirilməsində çox böyük əhəmiyyəti vardır. Huma Quşu Təhsilə Yardım Fondu Humay Quliyevanın xatirəsini yaşatmaq və onun ideyalarını davam etdirmək məqsədi ilə yaradılıb. Artıq 3 ildən çoxdur fəaliyyət göstərən fond Humayın qoyduğu vəsait hesabına fəaliyyətini davam etdirir. Məqsədimiz isə aztəminatlı ailələrdən olan istedadlı, bacarıqlı, oxumaq istəyən gənclərə dəstək olmaqdır. Artıq biz bu 3 il yarımdan vaxt ərzində 55 gəncə dəstək olmuşuq. Onlar bakalavr səviyyəsində, magistr səviyyəsində, PhD səviyyəsində oxuyan gənclərdilər. Eyni zamanda 2-ci Qarabağ müharibəsinin veteranları üçün bizim proqramımız var. Onların IT təhsillərinə biz dəstək oluruq və bu zamanda biz artıq 225 min manat vəsait xərcləmişik. Fondun dəstəyi ilə təhsil alan tələbələr də xatirə gecəsinin iştirakçıları arasında olublar və onlar üçün bu dəstəyin əhəmiyyətindən danışıblar. Fond haqqında ilkin məlumatı mən 2-ci kursda oxuyarkən 2024-cü ildə almışdım. Sosial mediada fondun həmin çağırış proqramını paylaşdığını gördüm və müraciət etmək qərarına gəldim və 2024-cü ildə yaz çağırışlarının qaliblərindən biriyəm. Fondun dəstəyi yalnız maliyyə dəstəyinə yetmir. Eyni zamanda mənə mentorluq, karyera və digər imkanlar da köməkli oldu. Tədbirin bədii hissəsində konservatoriyanın tələbələri Humay Quliyevanın şeirlərinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər.